Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə Mehmet Nəşriyyatının ədəbiyyat test toplusundan Cəlil Məmmədquluzadə mövzusunda olan sualların izahına baxacağıq. İzaha keçməzdən əvvəl videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Dərslərimiz haqqında məlumat almaq üçün isə gördüyünüz nömrə ilə 055 889 44 59 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə keçək sualların izahına. Başlayaq. Deməli, birinci sual. Qurbanəli bəy əsərinin məzmunu haqqında fikirlərdən biri yanlışdır. Qurbanəli bəy axurun içində ilk görən naçalnik idi. Bəli, doğrudur. Naçalnikin tövləyə girməkdə məqsədi atlara baxmaq idi. Bəli, atları görmək istəyirdi. Qurbanəli bəy məclisdə qonaqlara verdiyi sözü yerinə yetirə bilmir. Bəli, içkili olduğu üçün nə söz verdiyini bilmirdi ümumiyyətlə. Ağacın başına çıxan Kəblə Qasım səhvdir. Çünki tut ağacının başına çıxan Kəblə Qasım deyildi, Əli idi. Səhv fikir məhz olacaq D variantında. Daha sonra ikinci sual. Anamın kitab əsəri ilə bağlı verilən fikirlərdən doğru olanın qarşısındadır. Yanlışda da Y yazılıbdır. Uyğunsuzluğu istəyir. Deməli, Mirzə Məhəmmədəli sözü məsxərəyə qoyulur deyə əsəbləşir. Bəli, doğrudur. Qabağına D yazılıbdır. Gülbahar təhsil almamışdı. Səhvdir. Müsəlman təhsili almışdı. Yanlış. Düzdür. Rüstəm bəy misraları anlamadığına görə Səməd Vahid onu məzəmmət edir. Bəli, doğrudur bu da. Qabağına adlı yazıldığı üçün bu da yerindədir. Söhbət Faustdan deyilən nümunədən gedir. Zivər xanımın geyim və davranış tərzi Mirzə Məhəmmədəli xoş gəlirdi, xeyr, xoş gəlmirdi. Səhvdir, qabağına da yanlış yazılıbdır, yerindədir. Rüstəm bəy lüğət məsələsində anasından kömək istəyəndə anası onu Mirzə Məhəmmədəliyə yönəldir. Bu səhvdir, amma qabağına doğru yazılıbdır. Cavab E variantı. Çünki o anasından kömək istəyəndə Mirzə Məhəmmədəli özü müdaxilə eləyir ki, məndən soruş. Yəni anası yönəltmir. Səhv fikir E variantındadır. Qurbanəli bəy obrazının obrazına əsasən uyğunluğu müəyyən edən əməli xarakteri nitqi. Kəblə Qasımı xəncərlə hədələyir. Bəli, doğrudur. Kobuddur, doğrudur. Deməli, mən burada doğru fikir seçməliyəm. Onun dediyi sözlərdən. Niyə biçara kişini oyadırsan? Nəyə lazımdır? Bu naçalnikin sözü olmalıdır. O Kəblə Qasımı oyadır ki, əlinin bişirdiyi aşı təriflətdirsin. Yəni bu Qurbanəli bəyə aid deyil. Mən özüm də sənin yolunda oda girərəm, bu Qurbanəli bəyə aiddir. Daha mənə yallı getmək yaraşmaz, bu Kəblə Qasımın sözüdür. Yoxsa sən də fanatik müsəlmanlardansan, onun üçün içmirsən. Bu naçalnikin sözüdür. Qurbanəli bəy içməyəndə deyir. Nə gözəl atdı, bunu da naçalnik deyir. Cavab olmalıdır B variantı. Dördüncü sualda hansı variantdakı fikir aşağıda verilən qrupların heç birinə aid edilə bilməz? Rüstəm bəyin xarakteri və məqsədi, Gülbaharın xarakteri və əməli. Qardaşların kitabları yandıraraq cəsarətli addım atır, bu Gülbahara aiddir. O zahirən təmkinli insan təsiri bağışlayır, bu Rüstəm bəyə aiddir. Faustdan ərəb dilinə tərcümə olunan misraları anlamayıb qardaşına etiraz edir. Bu səhvdir. Səhv C variantındadır. Niyə? Çünki Faustdan ərəb dilinə yox, türk dilinə və ya müslüman ana dilinə tərcümə olunmuşdu. Ona görə bu səhvdir. Yəni cavabımız olacaq C variantı. Beşinci sualda obrazlar xəritəsi qurun. Qurbanəli bəy yaltaqdır. Kəblə Qasım itaətkardır, naçalnik də nüfuzludur. Bax, bu fikirləri əsaslandırırıq. Qabağına çünki yazıbdır. Əsaslandıraq görək hələ. Deməli, ağasının verdiyi əmrləri canbaşla yerinə yetirir, bu Kəblə Qasıma aiddir. Məclisdə olan demək olar ki, bütün vəzifəli şəxsləri tərifləyir, bu Qurbanəli bəyə aiddir. Yuxarı vəzifə sahibidir, bu naçalnikə aiddir. Xanımı ilə kobud danışır, xanımı ilə kobud danışır. Bu Qurbanəli bəyə aiddir, amma buraya yazıb ki, yaltaqdır. Qurbanəli bəyə aid olsa da, bu onun yaltaq olduğunu təsdiqləyən fakt deyil. Yəni, düzdür, xanımı ilə kobud danışır, amma bu onun yaltaqlığından qaynaqlanırdımı? Xeyr, bu onun kobudluğundan qaynaqlanır da. Ona görə D variantını yazmıram heç birinə. Ona qarşı olan kobud davranışları belə yaşının çox olmasına baxmayaraq qəbul edir. Bu da Kəblə Qasıma aiddir. 1-ə B, 2-yə A, E, 3-ə də C variantı. Yəni doğru cavab olacaq E variantı. Eyler-Venn diaqramına əsasən nöqtəsinlərin yerini yazıla bilər. Anamın kitab əsəri ilə mən bizim anaları günəşlə tən tuturam. Bu lirik şeirdir. Deməli, tərkibində nəzmlə də istifadə olunan əsərdə səhvdir. Dialoqlar üstünlüyü təşkil edir, səhvdir. Mən bizim analar günəşlə tən tuturam əsəri, yəni dialoq formasında deyil. Ona görə bu səhvdir. Müəllif, yəni o düzdür, özdə tərkibində nəzmdən istifadə olunsa da yox. Ümumiyyətlə bu mən bizim anaları günəşlə şən tuturam şeiri adı üstündə şeirdir. Tamamilə nəzm üzərində qurulub. Ona görə A variantı səhvdir. B. Müəllif düşünür ki, anaların əllərini qızla tutmaq lazımdır. Bu ikinci əsərdə addır. Buradadır.
Ona görə bu da getdi. Əsərdəki əsas personaj olan ananın övladına münasibəti əks olunubdur. Bu anamın kitabında övladına yox, övladlarına olunmalıdır. Digərində də mən bizim anaları günəşlə tən tuturam əsərində də ananın övladına yox, övladın anaya münasibəti öz əksini tapdığı üçün bu tamamilə səhvdir. Əsərdə müəllifin anaya hörməti, rəğbəti duyulur. Bəli, bu 100% doğrudur. Cavab olmalıdır D variantı. Daha sonra 7-ci sualda obrazların davranışlarından və ilklərindən çıxarılan hansı nəticə yanlışdır? Qubani bəy, əgər onun hansısa məclisdə etdiyi qonaqlıq təklifini qəbul etməsən, özünü öldürəcəyini deyə bilər. Bəli, doğrudur, çünki orada deyir bu ifadəni. Kəmilə Qasım, onu nə qədər məcbur etsən də içki içməz. Bəli, içmir, çünki məclisdə görürük ki, məcbur etsə də Qurbanəli bəy o içmir. Gülpəri onu bu qulluqçudur. Onu kişilərlə qadınların bir yerdə olduğu qonaqlıqlarda çox görə bilərsən. Təbii ki, səhvdir. Çünki Gülpəri üçün bu qəbul edilməz idi. Cavab C variantı olmalıdır. 8-ci sualda Rüstəm bəy obrazının təhlilində uyğunluğun gözlənilmədiyi məqamları seç. Nitqi, mənə qalırsa Gülbaharı Mirzə Baxşəliyə verək. Bu Mirzə Məhəmmədəlinin nitqidir, səhvdir. Qardaşının ən bərk daş haqda fikirlərini ciddi qəbul edir, səhvdir, ciddi qəbul etmirdi. 2-ni də ötürürük. 3. Zahirən demokrat fikirlidir, bəli, doğrudur. 4. Bacısının səadətini arzuladığına görə onun gələcəyini özü qurmağa çalışır, səhvdir. Özü qurmağa çalışmır, deyir ki, bacım özü seçməlidir, kimi istəsə ona da getməlidir. Ona görə bu da səhvdir. Cavab olmalıdır 1, 2, 4, yəni C variantı. 9-cu sualda deyir ki, Qurbanəli bəy obrazını təhlillə bağlı verilmiş fikirlərdən hansılar yanlışdır? Xarakteri mehribandır, xeyr deyil. Rus dilində danışa bilir, bilirdi, amma bu xarakter deyil, səhvdir bu da. Əməli, Qarabaşı xəncərlə hədələyir, bəli, hədələyir. Öz həyat yoldaşına qarşı kobud davransa da Rus qadınları ilə mülayim davranır, bəli, bu da doğrudur. Məqsədi kəndlərin qayğısına qalmaq, xeyr, belə bir məqsədi yoxdur, səhvdir. Naçalnikin yanında hörmətli olmaq, bəli, doğrudur. Bunun üçün yaltaqlıq eləyirdi məhz. Bu da getdi. Cavab olmalıdır 1, 2, 5, yəni E variantı. 9-cu sualda deyir ki, aşağıdakı fikri necə tamamlasaq alınan fikir doğru olar. Anamın kitab əsərində Gülbahar ailənin son beşiyidir və atasının vəsiyyətində deyilənləri dərindən anlamır. Bu hökmü, yəni bir hökm olaraq tam olaraq vermək mümkün deyil, bu səhvdir. O anlamağa çalışır və qardaşlarını birləşdirməyin vacib olduğunu düşünürdü. Ona görə bunu səhv yazarıq. Daha sonra B variantı adamlar niyə hərə bir yana gedir sualına. Çobanlar nəzərdə tuturdu. Xeyr, küçədə gedən insanları nəzərdə tuturdu. Yalnız lüğət kitablarını yandırır. Xeyr, əlinə nə kitab keçirsə yandırır. Birindən başqa, anamın kitabı deyilən həmin kitabdan başqa. Vətənə bağlılığını Aslan bəylə danışarkən bürüzə verir. Səhvdir bu da. Bu çobanlarla, qəmbərlə filan danışanda o görürük biz onu. Həmçinin qardaşı Rüstəm bəylə danışanda deyir ki, bir dənə onların dilini mən başa düşmədim. Ona görə D variantı da səhvdir. Bilir ki, kimisə bəyənsə, qardaşlarından hansı isə buna razı olmayacaq. Bəli, doğrudur. Qardaşlarının əsərin əvvəlində söhbət zamanı bunu deyir. Cavab olmalıdır E variantı. 11-ci sualda hansı fikirlər Qurbanəli bəy əsərinin məzmunu və ideyası ilə səsləşir? Səmimilikdən çətin, yaltaqlıqdan asan heç nə ola bilməz. Bəli, bu əsərlə birbaşa səsləşir. Adamları layiqindən az öymək paxıllıq, çox öymək isə yaltaqlıqdır. Bu da 100% əsərlə səsləşir. Əvvəl düşün, sonra danış. Bəli, Naçalnikə verdiyi sözə görə bunu götürmək olar. Söz danışıqdan keçər, yenə də Qurbanəli bəyin Naçalnikə verdiyi sözlə bağlı bunu götürmək olar. 1, 2, 4, yəni hamısı uyğun gələr. 12. Hansı obraza aid yanlış fikir verilibdir? Müəllifi olduğu şeiri qardaşına oxusa da qardaşı anlamır, Səməd Vahid bu səhvdir. Çünki müəllifi olduğu əsəri oxumur. Alman mütəfəkkiri Hötenin Faust əsərindən nümunə oxuyur. Səhv məhz A variantıdır. 13-cü sualda Danabaş kəndinin əhvalatları əsəri haqqında doğru fikirləri müəyyən edin. Əsərdəki surət qrupları, xarakter və həyata baxışları bir-birindən fərqlənirdilər. Bəli, təbii ki. Məhəmməd Həsən əmi, daha sonra orada Zeynəb obrazı, həmçinin Xudayar bəy, hərəsi fərqli fikirlər, fərqli xarakterə sahib idilər, doğrudur. Xudayar bəy güclü olsa da Zeynəb ona müqavimət göstərə bilir, Zeynəb ona müqavimət göstərə bilmir. İlkində məğlub olur bir növ. Ona görə bu da səhvdir, bu səhvdir daha doğrusu. Sağ tərəfdən Məhəmməd Həsən əmi surətlər qrupunun ikincisində daxildir, yəni vacib ön planda olan surət kimi. Düz əsərdə var, amma ki, əsərin süjet xəttini o müəyyən eləmir, ona görə bu səhvdir. Daha doğrusu doğrudur. Əsərdə ciddi problemlər insan talelərinin yığcam təsviri ilə çatdırılır. Bəli, bu da doğrudur. Çünki əsər roman deyil, povestdir və orada geniş ölçüdə çatdırılma vacib olmur.
5. Xudayar bəy heç kimi arxalanmasa da kəndlilər ondan çəkinirdilər. Kəndlilər ondan çəkinirdilər, amma ki arxalandığı var idi. Ona görə bu səhvdir. Yəni onu o vəzifəyə qoyan şəxslərdən söhbət gedir. Vəzifə deməkdir, yəni o bəy idi. O arxalanırdı ona. Deməli, o tərəfdən 1-i götürdük, buradan da 3-dən 4-ü götürdük. Cavabımız olmalıdır B variantı. Cəlil Məmmədquluzadənin yaradıcılığını oxuyan şagird onun yaradıcılığında hansı janrda əsərə nümunə tapa bilməz? Felyeton var, povest var, hekayə var. Poema yoxdur, mənzum hekayə yoxdur. 4-dən 5. Anamın kitab əsəri ilə bağlı klassiri tamamlayacaq fikirlərdir. Deməli, bədii təsvir vasitələrində gembol istifadə olunub. Səhvdir. Niyə səhvdir? Çünki gembol istifadə olunmayıb. Düz istifadə olunub ya, hər hansı bir məqamda var. Amma ki, geniş şəkildə istifadə olunub deyə bilmərik. Çünki birincisi bu nəzmlə olan əsər deyil, nəsrlə olan əsərdir və nəsrlə olan əsərlərdə də adətən təsvir vasitələri az olur. Ona görə bunu mən səhv götürürəm. Və burada səhv fikirlər axtarıram. Qardaşların tutduqları yolun birləşməyəcəyini anlaşdığı hissə əsərin kulminasiya nöqtəsidir. Bəli, bu doğrudur. Son məclisdə qardaşlar peşman olduqlarını dilə gətirirlər. Qardaşlar peşman olduqlarını dilə gətirmirlər. Hətta evdən getməyə çalışırlar. Səhvdir bu. Qardaşlar təhsil aldıqları ölkənin dilinə uyğun sözlərdən istifadə edirdilər. Bəli, düzdür. Əsərin əvvəlində obrazlar haqqında məlumat verilən hissə bədii müqəddimə sayıla bilməz, əksinə sayılır. 4-də səhvdir. 2-4 cavabımız olmalıdır. E variantı. 16-cı sualda Anamın kitab əsərinin mövzu, ideya və problemi. Əsər 20-ci əsrin əvvəllərində xalqın və ölkənin qarşılaşdığı problemlərdən bəhs olunur. Bəli, doğrudur bu. Uyğunluğu pozulanı axtarırıq. Milli birlik ideyası təbliğ olunur. Düzdür, amma ki bu mövzu deyil. Bu ideyadır adı üstündə. Ona görə 2-ni götürürəm. 3. Müstəqillik və milli birlik vacibdir. Doğrudur. Ziyalıların xalqa yadlaşması bu ideya deyil. Bu problemdir. İdeya müsbət məzmunda olmalıdır. Bu problemdir. Problem soy kökündən uzaqlaşmaq və bunun nəticələri, bəli, bu doğrudur. Buna toxunmuram. Cavab olmalıdır 2-4, yəni C variantı. Daha sonra 17-ci sualda ana dilimizin saflığını qorumaq mənəvi borcumuzdur. Fikri hansı hekayələrin ideyası ola bilər? Deməli, burada 2R qadın azadlığıdır. Şeir bülbülləri düzdür, uyğun gəlir. Qiyamət süründürməçilikdən bəhs eləməlidir. Qəza müxbiri süründürməçilikdən bəhs eləməlidir. Səhv etmirəm. Yox, qiyamət qadın azadlığından, qəza müxbiri süründürməçilikdən, ucuzluq süründürməçilikdən, sirkə yenə də dil məsələsindən bəhs eləyir. 2-6 cavabımız olmalıdır. D variantı. Daha sonra 18-ci sualda anamın kitab əsərinin məzmunu ilə bağlı yanlış fikirdir. Deməli, Çar hakimiyyətinin Azərbaycan hökuməti ideyası ilə bağlı narahatlığını ifadə edən sözlər Mirzə Cəfərin dilindən verilir. Bəli, Mirzə Cəfər deyilir, doğrudur. Mirzə Məhəmmədəli Rüstəm bəy deyir ki, yazdığımız lüğəti İslam elmləri istiqamətində qursaydınız düzgün olardı. Bəli, deyir. Rüstəm də deyir ki, mən İslam elmindən uzaq qaçmağa çalışmıram. Cəmiyyəti xeyriyyənin iclasında ac insanların ərizələri rədd edilir. Bəli, baxılmır. Deyir ki, Zapasnoy fondunda pul yığılmalıdır. D variantı. Rüstəm bəy əvvəlcə bacısını Aslan bəylə evləndirməyi təklif etsə də, sonra qızın zorla kiməsə ərə verilməyinə qarşı çıxmır. Necə? Rüstəm bəy əvvəlcə bacısını Aslan bəylə evləndirməyi təklif etsə də, bəli, elədir ki, var əsərin əvvəlində biz görürük ki, Rüstəm bəylə Aslan bəylə evlənməyi təklif edir, doğrudur. Sonra qızın zorla kiməsə ərə verilməyinə qarşı çıxmır. Yox, səhvdir. Zorla kiməsə ərə verilməsini qəbul eləmirdi o. Səhv fikir məhz olmalıdır. D variantı. 19-cu sualda deyir ki, sual işarəsinin yerinə hansı fikirlər yazılsa 3 obraza da aid olaraq 3 qardaşın üçünə də aid olan fikirlər axtarırıq. Deməli, 1. Yad ölkənin dili və əqidəsinə üstünlük verirlər, düzdür. Analarına olan məhəbbəti açıq-aşkar büruzə verirlər, yox. Anaya məhəbbəti büruzə vermirdilər. Kamil mütəxəssis deyildilər, təbii ki. Özləri də etiraf edirlər ki, fərqli məslək sahibi olsalar da ziyalı kimi eyni mərama qulluq edirlər. Xeyr, ziyalı kimi eyni mərama qulluq etmirdilər. Ona görə 4 səhvdir. Cavab olmalıdır 1-3 A variantı. 20-ci sualda deyir ki, anamın kitab əsərinə aid olan fikri müəyyən edin. Baxaq görək, deməli, süjeti olduğu üçün dram əsəri hesab olunur, yəni səhvdir. Niyə səhvdir? Çünki süjeti olan istənilən əsər dram əsəri deyil ki, yəni onun dram əsəri olmağının səbəbi süjet deyil. Səhnədə göstərilməsidir. Ona görə A variantı təbii ki, səhvdir. B variantı əsərdə parçalanmanın gətirdiyi bəlalar əks olunubdur. Bəli, hərə bir qismə istiqamətlənib deyə bu öz əksini tapmışdır. Doğru fikir məhz B variantında olacaq. Daha sonra 21-ci sualda Qurbanəli bəy əsəri ilə bağlı cədvəldən uyğun fikirləri seçin. Məzmun və forma ilə bağlı fikirlərə baxırıq.
Deməli, bir Qurbanəli bəy qonaqlığa naçalnikdən sonra gəlir, səhvdir, naçalnikdən əvvəl gəlir. Evinə qonaq gəldiyini eşidən Qurbanəli bəy onları qarşılamağa çıxır, xeyr, qaçıb gizlənir. Qurbanəli bəy özünü naçalnikə nökər sayır, bəli, bunu dilə gətirirdi ki, mən sizə nökərəm. Forması ilə bağlı fikirlərə baxırıq. Müəllifin kinayədən istifadə etməkdə məqsədi Qurbanəli bəyin həqiqi simasını açmaq idi. Bəli, doğrudur. Qapazlı kəndinin mülkədarı. Elədir ki, var. 4 doğrudur. Daha sonra 5. Hadisələr bir neçə süjet xətti üzrə eyni anda inkişaf edir. Bir xətt qonaqlıqda, digəri Qapazlı kəndində. Xeyr, Qapazlı kəndində hər hansı bir hadisə görürsünüz biz yəni vacib bir formada. Sadəcə sonda biraz gedir ora. Ə, O da süjetin davamıdır. O ayrıca süjet istiqaməti deyil. Özü də eyni anda inkişaf edir deyir, fikir verirsinizsə. Qapazlı kəndində baş verən hadisələr birinci, yəni deyil, Naçalnik və pristavın evində baş verənlərin ardınca olurdu. Yəni eyni anda cərəyan eləyən hadisələr deyil, növbəti gündə baş verir. Səhv olar. Cavab olmalı 3-4. C variantı. 22-ci sualda klasteri tamamlayın. Cəlil Məmmədquluzadə həm nəzm, həm də nəsrlə yazıb. Baxın, bu fikir doğrudur. Doğrudur, həqiqətən də çünki həm nəzm, həm də nəsrlə əsərləri mövcuddur. Bu doğru olduğu üçün mən nə edirəm? Bura doğru fikirlə axtarıram. Axtaraq görə elə hansı fikirlər doğrudur? 1. Təhkiyəyə əsaslanan ədəbi növdə müxtəlif janrlarda əsərlər yazıb. Bəli, hekayəsi var. Hekayəsi var. Həmçinin povesti var. Təhkiyə əsaslı janrlardır. Bir doğrudur. Yaradıcılığının böyük bir qismini bədii əsərləri təşkil edir. Yaradıcılığının böyük bir qismini bədii əsərləri təşkil edir. Müəllifin yaradıcılığı həm publisistik, həm də bədii yaradıcılıqdır. Bədii yaradıcılığında geniş əsərlər var, doğrudur. Amma ki, ümumən müəllifin yaradıcılığının böyük bir qismi publisistik yaradıcılıq hesab olunur. Ona görə bu fikri doğru götürməyəcəyik. 2. Ər, Qiyamət, Ər əsərləri müxtəlif ədəbi növlərdə fərqli janrlarda yazılıb. Səhvdir, çünki 2 Ərlə Qiyamət hər ikisi hekayə janrındadır. Düzdür, Ər əsəri dramatik növdə yazılsa da, amma ki, bu ikisi eyni janrdadır, eyni ədəbi növdədir. Bax, yazıb ədəbi növləri müxtəlifdir, səhvdir bu ona görə. Mövhumatın təsiri ilə aciz vəziyyətə düşən Kərbəlayı Zal obrazıdır. Kərbəlayı Zal obrazı bu əsərdə deyil, ona görə bu da səhvdir. Yəni Cəlil Məmmədquluzadən yaradıcılığında deyil də bu. Dram əsərlərinin birində maarifçiliyin milli zəmində inkişafının vacibliyi vurğulanır. Elə ki, məsələn, Anamın kitab əsərinə aid edə bilərik biz bunu. Buna görə bu doğrudur. 1-i götürürük, 5-i götürürük. Cavabımız olur A variantı 1, 5. Daha sonra 23-cü sualda Anamın kitabı əsərinə əsasən uyğunluğu müəyyən edin. Rüstəm bəyin xarakteri, əməli və nitqi. Aha, baxa görə əməli, xarakteri və nitqi harda daha doğru göstərilibdir. Deməli, necə ki Avropa, habelə Asiya millətlərinin hürufatının əvvəlinçisi A sövdünün əlamətdir ki, biz ona əlif deyirik. Təbii ki, bu onun nitqinə aiddir. A variantı gedəcək 3-ə. Necə ki, Avropa, habelə Asiya millətlərinin hürufatının əvvəlcisi A sövdünün əlamətidir ki, biz ona əlif deyirik. Daxilən təmkinli, demokratdır, bu heç birinə aid deyil, daha doğrusu heç bir xüsusiyyəti deyil. Çünki o daxilən yox, zahirən demokrat idi. Yəni, onun daxili aləmin təbii ki, açılır sonradan. Demokrat və təmkinli olmadığını görürük, qardaşları ilə dalaşır, mübahisə eləyir. Hətta kobud ifadələr də işlədir qardaşlarına qarşı. Ona görə B variantı səhv fikirdir. Daha sonra C variantı öz milli əqidəsinə əkslik onun xarakterinə uyğun gəlir. Bəli, öz milli yəni, xarakter, milli kimliyindən uzaq idi. Lüğət yazır, bu onun əməlidir. Daha sonra E variantı Gülbahar. Keç otu, gül keç otu və qulaq as gör nə deyirəm. Biz bu saat sənin barəndə danışırıq. Hə, bunu Gülbahara bacısına deyir. Deməli, E variantında bura yazarıq. Deməli, belə bir variant amma yoxdur. Nə isə gözümüzdən qaçırdıq. Bizə dəqiqə gözümüzdən qaçırdıq. 1-ə C, 2-yə D, 3-ə A, E. Elə bir variant yoxdur. Bircə burada C variantı var ki, 1-ə C, 2-yə D, 3-ə E yazıblar. Yəni, bircə dəqiqə A variantını mən nitqinə götürmüşəm, amma görünür ki, onlar götürməyiblər. Necə ki, Avropa, habelə Asiya millətlərinin hürufatının əvvəlinçisi
A sövdünün əlamətidir ki, biz ona əlif deyirik. Bilirsiniz niyə götürülməz? Çünki bu Mirzə Həsənin dilindən deyilən sözdür. Mirzə Həsəndən soruşanda ki, bu biz dünən harda qalmışdıq? O da başlayır bu fikri səsləndirir ki, necə ki Avropa, ha belə Asiya millətlərinin hürufatının əvvəlincə əlif sövdünün əlamətidir ki, bunu Mirzə Həsən, yəni Rüstəm bəyin dilmançısı səsləndirir. Ona görə A variantı da buradan ixtisar olunur. Yəni 1-ə C, 2-yə D, 3-ə E variantı doğru cavab olar. C variantı. Daha sonra 24-cü sualda Qurbanəli bəy əsərinin məzmununa aid olan fikri seçin. Əsərdə Qurbanəli bəyin iflası elə onun öz simasında fərdiləşdirilmişdir, səhvdir. Çünki fərdiləşdirilmə xarakter deməkdir, o da xarakter deyildi. A variantı ona görə səhvdir. Qurbanəli bəyin əsərdəki surətlərə münasibəti birmənalıdır, xeyr. Öz ailəsinə fərqli cür davranır, yüksək təbəqənin nümayəndələrinə də fərqli cür davranır. Əsərdə öz işinin peşəkarı kimi xatırlanan obraz adı çəkilən yerdə iştirak edir. Söhbət Əlidən gedir, Aşbaz Əlidən, amma o həmin məclisdə Əli iştirak eləmirdi. Ona görə C variantı da səhv fikirdir. D variantı baş qəhrəman yumoristik surətdir, xeyr, satirik surətdir. Qurbanəli bəy məclisdə iştirak etməsini özü üçün xoşbəxtlik hesab edir. Bəli, doğrudur, cavab olmalıdır E variantı. 25-ci sualda Aman-Aman kitab əsərində hansı obrazın dilindən insanlar arasındakı təzadın sözlərlə ifadəsi verilmişdir? Təbii ki, bu Gülbahardır. B variantıdır. Çünki Gülbahar deyir ki, niyə insanlar hərəsi bir istiqamətə gedir, fərqli istiqamətlərə gedir? Bu, insanların arasında olan təzadı göstərməyə hesablanmış bir fikirdir, müəllif tərəfindən təqdim olunubdur. Bu qədər. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Dərslərimiz haqqında məlumat almaq üçün isə 055 889 44 59 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun.